20-30 yaşlı bir kişi xeyli azsınızsa və heç bir işlə məşğul olmamısınızsa, bir sənətə yiyələnmək istəyirsinizsə, 500 manat civarında olan iş var. Baxın, diqqət elədiniz təqdimatımı, nə dedim sizə? Deyirəm ki, 20-30 yaşlı bir şəxsinizsə, heç bir işlə məşğul olmamısınızsa, hər hansısa bir ixtisasa yiyələnmək istəyirsinizsə, bir peşəyə yiyələnmək istəyirsinizsə, təcrübə toplayacağınız, pul qazanacağınız iş var. İşin də adı adlanır lift texnik köməkçisi. Yəni lift sahəsində belə sahəsinə yiyələnmək istəyirsinizsə, gələcəkdə texnikin özü olmaq istəyirsinizsə, sizdən təcrübə tələb eləməyən belə bir iş imkanı var. Əsas məsələ əmək qabiliyyətli bir bəy olun, həmin o yaş aralığında olun və salam. Müraciət edin belə işlərə. Əmək da arta bilən işdir. Özünüz bu sahədə özünüzü inkişaf elətdirə bilərsiniz. Bu, yəni bilirsiniz kimlərə sərf edir? Məktəb oxumamış, yaxud da yarımçıq qoymuş, universitetə girməmiş, kollec bitirməmiş. Həmin şəxslər üçün baxın belə bir işlər uyğun ola bilər. Bu işə də müraciət etməkdə çətinlik çəkərsinizsə, onunla bağlı özəl dəstəklər üçün bu videonu harada görürsünüzsə, orada əlaqə vasitəsi adətən paylaşılır. Ümumiyyətlə iş tapmanızla bağlı çətinlik çəkirsinizsə, bu videonu harada görürsünüzsə, həmin kanala daxil olun. Orada Toğrul Əzov adlı kanalda, profildə əlaqə vasitəsi qeyd olunur. Həmin əlaqə vasitəsindən mesaj yazа bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.